Salam hörmətli izləyicilər. Bu videomda mən sizə danışacağım gəmi qəzası mənə elə gəlir ki, bəlkə də nəinki gəmi qəzaları arasında, ümumiyyətcə dünyada baş verən ümumi qəzalar arasında ən çox insan tələfatına səbəb olan bir gəmi qəzası kimi göstərmək olar. Bu qəza 30 yanvar 1945-ci ildə baş vermiş bir qəza idi. Bildiyiniz kimi, deməli, göstərdiyim tarixdə 2-ci Dünya müharibəsi artıq sonlarına yaxınlaşırdı. Şərqi Prusiyanın, Almaniyanın tərkibində olan Şərqi Prusiyanın, deməli, Kopenhagen limanından yola düşən Wilhelm Gustloff gəmisi, deməli, Almaniyaya məxsus bir gəmi idi. Müharibə sona yaxınlaşdığı üçün o, deməli, Almaniyadan SSR-yə qaçan insanları, deməli, daşımaqla məşğul idi. Məlumatlara görə həmin gəmidə 6050 nəfər sərnişin olub, lakin sonradan şahidlərin dediyinə görə həmin gəmidə 9000 nəfərdən artıq sərnişin olub. Bu gəmi, deməli, sərnişin daşıyan zaman Baltik dənizində olarkən o dövrdə SSR-yə məxsus Su-13 sualtı gəmisində olan 3 torpeda nəticəsində, deməli, vurularaq məhv edilir. Torpeda bilməyənlər üçün də nəzərinizə çatdırım ki, torpedalar, deməli, sualtı gəmilərdə yerləşdirilmiş sualtı bir silahdır. Özünün sükanı var, özünün idarə etmə sistemi var. Yəni, istənilən bir hədəfi vurmaq qabiliyyətinə malikdir. Və beləliklə də SSR torpeda ilə həmin gəmini vurur və həmin gəmi 50 dəqiqə ərzində Baltik dənizində batmağa başlayır və bu zaman insanlar çox çətin vəziyyətə düşürlər. 9000 nəfər, deməli, sərnişindən məlumatlara görə 903 nəfəri, deməli, xilas ola bilir. İndi bunları nəzərə alsaq, rəsmi məlumatlarda deyilirdi ki, ölənlərin sayı 5342 nəfərdir. Amma nəzərə alsaq ki, gəmidə 9000 nəfər sərnişin olub, deməli, ölənlərin sayının 8000 nəfər olduğu dəqiqləşir. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.